Niyə hər şey bu qədər sıxıcıdır? Uşaqlıq vaxtlarımızda, xüsusilə də 2017-2018-ci illəri nəzərə alsaq, evdən çıxıb gəzməyə getdiyimiz zaman hər şeyin nə qədər rəngli və canlı olduğunu tamamilə hiss edirdik. Yəni, adicə televizor açıb səsə-gələ baxdığımız zamanlar idi. O qədər ala idi ki, sadəcə 1 manatla istədiyimiz şirniyyatı alardıq. O zamanlar şirniyyatların dadı belə başqa idi. Axşam evdən nənə babamızla xoş qədəmə, zahıra baxdığımız günlərin yerini belə heç nə verməzdi. Bəs indi səhər yerindən yorğunluq içərisində durursan. Biraz kaydırdıqdan sonra telefona baxaraq yemək yeyirsən. Gündəlik aldığın 1 manata dükanda heç nə yoxdur. Alsan belə əvvəlki dadı yoxdur. Uşaqlarla çölə çıxmaq istəsən, nə pulun var, nə də uşaq. Hər kəs öz digital dünyasında həbs qalıb. Sosial media isə əvvəlki əyləncədə deyil. Bir-birini təkrar edən məzmunlar, axmaqca diqqətə dayalı editlər. Tək qırağa çıxmağa çalışsan, ətrafdakı rənglər, evlər, binalar, maşınlar, sosial media platformaları, hər şey sıxıcıdır. Və illər keçdikcə sıxıcılaşmağa və digitallaşmağa davam edir. Hətta danışmaq belə sıxıcılaşır. Elon Musk bir podkastində 4-5 il ərzində insanların danışmağa belə ehtiyacı olmayacağını, bunu insanların yerinə süni intellektlərin edəcəyini bildirib. Zaten süni intellektlər sayəsində bir çox insan özü belə düşünmür. Süni intellektlər onların yerinə düşünməyə başlayıb. Bəs necə bu hala gəldik? Bizi bu hala gətirən kapitalist sistem, enflasiya və böyük şirkətlər insanları necə robota çevirir? Bizdən pul basma maşını kimi necə istifadə edilir? Bugün dünyanın qaranlıq tərəfinə bir göz atacağıq. Amma narahat olmayın. Bu videonun sonunda az da olsa bir işıq tapa biləcəyik. Siz indilik abunə olun, like atın, Coffee.aldan mənə kofe alın və məni videonun sonuna qədər bir dinləyin. Yaradıcılıq və səmimiyyət ölür. Əvvəllər sosial mediada izlədiyimiz o videolarda yaradıcı məzmunlar və inanılmaz bir səmimiyyət var idi. Yeni məzmunlar, yeni videolar hər dəfəsində özlərini izlədər, bizi əyləndirərdi. Amma indi bir-iki istisnanı saymasaq, sosial media kapitalizmin ən böyük çarxına çevrilib. Ən sadə şəkildə demək lazımdırsa, dərin düşünülmüş, keyfiyyətli bir video yerinə tutan bir məzmunu tez bir şəkildə milyonlarca dəfə paylaşmaq daha çox pul qazandırır. İnsanlar səmimiyyəti bir kənara qoyub, bir-birlərinin hərəkətlərini belə kopyalayırlar. Influencerlar tamamilə şəxsi brendlərini yaratmağa çalışırlar. Hər yerdə bir-birini təkrar edən reklamlar, influencerlar və qəribə bir şəkildə ümumi kütlə bunu qəbul edib bu çarxı fırlatmağa kömək edir. İzləyicilər isə bir-birinin təkrarı, diqqət çəkməyə dayalı videoları izləyərək beyinlərindəki dopamin hormonunu maksimum səviyyəyə çıxarır. Bu səbəbdən adicə təbiətdə yürüyüş etmək sıxıcı və rəngsiz görünür. Kapitalist sistemin tək məharəti bu da deyil. Çölə çıxdığımız zaman ətrafdakı evlər və binalar eyni və sıxıcı görünür. Çünki yaradıcılığımızı ortaya qoyub fərqli bir şey ortaya çıxarmaq kapitalist sistem üçün risklidir. Amma bilinən bir çertyojda və az büdcə ilə daha çox bir şeylər hazırlamaq daha sərfəlidir. Bu şəkildə rənglər ölür, ətraf mühit sıxıcılaşır. Kapitalizmin qulu olan normal bir insan ən azı 30 il boyunca eyni saatda durur, eyni işə gedib, eyni işə edir, eyni vaxtda işdən çıxır, eyni maşınla evə qayıdır, eyni vaxtda yatıb, yenidən eyni şəkildə günə başlamağa çalışır. Bu şəkildə 30 il keçirən bir insana həyat sıxıcı və boğucu gəlməsin də kimə gəlsin? Zaten bu işçi 1-2 il sonra süni intellekt ilə öz işini belə itirəcək. Kapitalist sistemdə heç bir şey etmədən gözləyən bir insanın sonu da bu olmalıdır. Çölə çıxıb təbiətdə sakit bir yürüyüş etmək vaxt itkisi hesab edilir. Çünki sən 8 saat işləməli və müdirinin cibini doldurmalısan. Süni intellektin inkişafı ilə bərabər sevdiyimiz, bizə yaxşı duyğular buraxan çizgi filmləri robotlaşmış, yaradıcılıqdan uzaq, iş olsun deyə hazırlanan proyektlər olaraq görməyə başlamışıq belə. Bütün mahnılar, bütün filmlər bir-birinin eynisi kimi hiss etdirir. Halbuki əvvəllər izlədiyimiz, bizdə dərin izlər buraxan mahnı və filmləri nəzərə alsaq, 361 milyon kilometr ərazisi olan bu dünyada hər bir şeyin necə sıxıcı hiss etdirməsi heç də qəribə gəlmir. Enflasiya deyilən bu gizlənən canavar sayəsində hər bir şeyin qiyməti ya qalxır, ya da həcmi kiçilir. Uşaq vaxtı 20 qəpiyə içində 2 ədəd bakkuş olan bu şirniyə indi 50 qəpiyədir və əvvəlki böyüklüyündən çox kiçikdir. Bax bu enflasiyadır. Uşaq vaxtı yediyimiz şirniyyatın dadını belə dəyişdirən və bizi indiki sıxıcı şirniyyatlarla baş-başa buraxan bir canavar.
şəkil seçmək kimi yaradıcılıq və duyğu dolu bir işi hal-hazırda süni intellekt 10 saniyədə edir. Amma şəkildəki, mahnıdakı, filmdəki o insani duyğunu bizə heç bir texnologiya verə bilməyəcək. Hər birimiz bu uçsuz-bucaqsız dünyada şirkətlərin və kapitalizmin pulunu çıxarmasına kömək edən, öz həbislərimizdə onlar üçün çax çevirməyə davam edən qullara çevrilmişik belə. Amma az da olsa bir işığımız var. Əgər bu işığı parlatmağı bacara bilsək, hər şeyi dəyişdirə biləcəyik. Amma əsas sual, bu işığı necə parladacağıq? Biz insanıq və ən böyük lüksümüz təslim olmamaqdır. Bu qədər sıxıcılıq arasında bir neçə nəfər öz tərzlərini ortaya qoyaraq bu sistemi məhv edə bilir. Fərqli film, kitab, mahnı, ağlınıza nə gəlirsə bunları hazırlaya bilir. Bizə düşən bu yaradıcılıqları dəstəkləmək, irəli aparmaqdır. İnsan əməyinin duyğu ilə birləşib ortaya inanılmaz bir şey çıxmasına dəyər versə, robotlaşmanın qarşısını alsa, o çözələn işığı təkrardan yandıra bilərik. Hər şeyə maddi tərəfindən baxmağa dayandırıb, bəzi etdiklərimizi sadəcə zövq almaq üçün etsə, ayaq saxlayıb təbiətdə yürüyüşlərə çıxmağa davam etsə, dünyanın rəngi təkrardan özünə gələcək. İzlədiyimiz o videolar təkrardan maraqlı gələcək. Dinlədiyimiz o mahnılar təkrardan duyğulu olacaq. Əsas olan bu olanları qəbullanmamaqdır. Süni intellektlər pis bir texnologiya deyil, amma bunun çıxarsaq, əl əməyi, yaradıcılıq, sənət deyilən bir şey qalmayacaq. Kapitalist sistemin çarxları bizim əlimizdədir. Onları dayandırıb öz yaradıcılığımızı və tərzimizi ortaya qoymağa çalışsaq, bəlkə də o köhnə günlərə geri dönə bilərik. Hər nə qədər o 1 manata aldığımız şeyləri, uşaq vaxtı oynadığımız o oyunları geri gətirə bilməyəcək olsaq da, hər şeyin sıxıcılaşmasını dayandıra bilər və bu sistemi öz lehimizə çevirə bilərik. Biz insanıq, hər şeyə öyrəşə bilər, hər şeyi dəyişdirə bilərik. Əsrlər boyunca etdiyimiz kimi.